Salam, hər vaxtınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran sizləri salamlayıram. Deməli, bu günlərim ayın 21-i avqust 2026-cı il tarixdir. Həftənin 5-ci gündür, cümə günüdür. İlk öncə cümə günü münasibəti ilə bütün müsəlman xalqını təbrik edirəm. Cüməniz mübarək olsun. Bərdə maşın bazarına yollanırıq. Keçən həftə də Bərdə maşın bazarından çəkişimiz olub. Bu həftə də yollanıram Bərdə maşın bazarına. Saat deməli gecə 03:17-dir, yəni 4-ə işləyib 17 dəqiqə. İnşallah ki, Bərdə maşın bazarına yollanıram. Orada olan bir neçə avtomobillərin qiymət haqqında maraqlanacağam. Yəni, indi yaxın yoldaş var. Həm onun maşınını satmağa gedirik, həm də ki, Bərdə maşın bazarında çəkişimiz olacaq. İzləmədə qalın, çox danışmaq istəmirəm. Xatırladım ki, sabahlarım hər 6-cı günü də Göyçay maşın bazarında olacaq. Orada da çəkişim olacaq və bildiyiniz kimi də hər axşam da Göyçay maşın bazarına canlımız olur. Nəsə, uzun sözün qısası, mən gedirəm Bərdə maşın bazarına, girişdə sizlər üçün çəkiş edəcəm, izləmədə qalın. Bir daha salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran sizləri bir daha salamlayıram. Bəli, artıq videonun başlığından bildiyiniz kimi Bərdə maşın bazarındayıq. Gəlmişik bura. Həm yaxın yoldaşlar var, onların maşınlarını satmağa, həm də ki, həm ziyarət, həm ticarət. Dedim, maşınları da çəkib göstəreyim. Təbii ki, maşın sahiblərinə yaxınlaşacağım, icazə verən maşın sahiblərinin maşınlarını çəkib göstərəcəm. İlk öncə ön tərəfdən sizlər üçün çəkiş edeyim, daha sonra çəkişə başlayaq. Bəli, əzizlər, gördüyünüz kimi bazarda seçim çoxdur, hər növ maşınlarımız var. Çeşkalar, dörd gözlər, Niva, Hyundai Santa Fe, Nissan, Toyota, Kantlı Sonata, hər növ maşınlarımız var. İnşallah bir-bir bazarın daxillərinə doğru irəliləyib bir-bir maşınları çəkib göstərəcəm. Sizlərdən də xahişim nədir? Bu videonu bəyənmək, kanala abunə olmaq, videonun linkini dostlarınızla, tanışlarınızla paylaşmaq ki, bu mənə yeni bəyənmə, yeni abunə sayı, yeni baxış sayı deməkdir. Kommentlərdə fikirlərinizi bildirə bilərsiniz. Hər birini tək-tək oxuyuram. Və kimə hansı maşın maraqlıdırsa, inşallah Göyçay bazarında, həmçinin Bərdə bazarında çəkib göstərəcəm. Ya Allah, bismillah eləyib işimə başlayayım. Allah hər birimizin, hər kəsin işini avan eləsin. Allah hər kəsin ruzisini bol eləsin. Ya Allah, bismillah. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, Mercedes Vito həvəskarları. Sizlər üçün Bərdə maşın bazarında Vito markalı maşının çəkişini eləyəcəm, amma əmimiz yanımızdadır. Məlumat alaq. Salam aleyküm əmi. Bazar olsun. Məlumat alaq zəhmət olmasa. İl neçənci ildir? 98. 98. Neçə motor? 2.3 turbo. Turbo. Motorda problemi. Mexanikadır da. Mexanik. Korobkada problemi. Heç bir problemi yox. Vuruğu udarı sizdə olacaq. Yox, heç. Qiyməti nədir? 10.500-ə deyirəm. 10.500 start qiymət. 3000-dir. Bildim, 10.500-ə deyirsiniz. Real alıcıya yəqin ki, indi var. Telefon nömrəcə işlək. 050 Aha. 480 2749. 054 80 27 49 adınız? Adım Fəzail. Fəzailəm, maşına real alıcı gəlib harda baxa bilər? Hansı rayon? Saatda. Saatda əhasına buradan atəşli salamlar. Hansı maşınla barterə gedərsənəm, yoxsa naqd pul etiniz? Nömrə üstündə qalır, dediniz 3000 qiyməti. Hə, nömrə 3000 qiyməti. Üstündə qalacaq. Qalacaq üstündə. Üstündə, bəli, qalacaq. Deməli, Fəzailəmdən məlumat aldıq. İli 98, 200 turbo motor. Motor, korobka, xadavoy sistemi, maşın sahibinin verdiyi məlumata görə salamatdır. Əmi neçə yerlikdir? 6+1. 6+1'dir. Sənətdə də yəqin elə gedir. Elə. Aha, 6+1'dir. Sənətdə də qeyd olunur. Maşının Fəzailəmi qeyd elər ki, problemi yoxdur. Motor, korobka, xadavoy sistemi salamat vəziyyətdədir.
Satış qiyməti bu dəqiqə 10.500. Real alıcıya təbii ki, maşının yanında endirim olunacaq. Əsas məsələ nömrə üzərində qalır. Nömrə üzərində qalır. Bir də naxsaqqa bunu belə biraz bağlayayım, açarım indi. Mən də bunu buradan görək aça bilsəm Allah. Sən açır. Eləmi? Açır. O deyir yetimin dilinin anası bilir. Düzdür, bunu mən deyirəm çox vaxtı. Ay, ölənlərin rəhmətlik. Baxırıq. Problemsiz bir dənə mühərrik yerində qaldırın indi. Özünüz bilənməslər. Aha. Dəmir mühərrik yerində. Deməli, mühərrik yerində 200 turbo motor. Motor da problemsiz. Dediniz barterə getmirəm. Nağd pula ehtiyac var. Sizə də bu Vita maraqlı gələrsə, maşın sahibi nömrə qeyd elədi. Mən də təkrarladım. O nömrəyə zəng vuraraq bu Vita haqqında daha ətraflı və geniş məlumat. YouTube izləyicilər, 06 həvəskarlar, sizlər üçün Bərdə maşın bazarında Ağrəkdə Baz 2506 markalı avtomobilin çəkisini eləyəcəm. Əmmimiz də yanımızdadır, məlumat alacaq. Salam aleyküm əmi, bazar olsun. Sağ ol. Hah, ya Allah. İli 99. Motor 06. Motor 06. 4 karobka. Difrində səsi. Yüngür. Motor yağı yiyir mi? Yox. Karobka atır mı? Yox. Peridoku, hadavo sistemi. Səndə olanda vuruğu, udarı, dəyişəni. Yox. Qiymət. 4400. 4400 sondur yoxsa Yeri olacaq. yeri olacaq. Telefon nömrə işte. 50. Aha. 50 nə daha? 70. 295. Aha. 83 86. 070 295 83 86. Adın? Asım. Asim əmimiz harda baxmaq olar? Göyçayda. Göyçay əhasinə buradan atəşli salamlar və bir daha Asim əmi elə buradan fürsətdən istifadə eləyək. Deyək ki, sabah Göyçay maşın bazarıdır. Bəli. Hər kəsi də orada gözləyirik. Hansı maşınla barterə gedirsənmi? Yox, bateriya gəlir. Nağd pula ehtiyac var. Asim əmdən məlumat aldıq. İndi biz təkrarlayaq. İli 99. 06 motor 4 karobka. Motor yağ yemir. Karobka atmır. Kosmetikası yerində. Difrində cüzi səs var o. 06'ların maşınların ümumi xəstəliyidir. Bugünkü bazar qiyməti 4400. Real alıcıya təbii ki, maşının yanında baxdıqdan sonra endirim olunacaq. Təbii ki. Bu nə? 99 əmi. 4400. Baxırıq. Bax belə vəziyyətdə. Və gözlü tərəfdən də salonu belə göstərim. Gəldi mühərrik yerinə, hava isinib deyə. Yavaş. Tənginəfəs olmağa başlayıram. Belə. Çəkdim, göstərdim. Məlumatlar da həm məmnunuz qeyd elədi. Sizə də bu maşın maraqlı gələrsə, Asim əmin qeyd elədi. Nömrə ilə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri. Sizə Göyçayın 2 dənə qəşəng maşınını çəkib göstərəcəm. Biri 06'dır, biri Opel Astra'dır. Dizel. Göyçay demiş, bu arada qeyd edeyim. Sabah Göyçay maşın bazarıdır. Hər həftənin 6-cı gün Göyçay maşın bazarı fəaliyyətdədir. Hər axşamda canlı yayınımız olur. Canlı satışımız olur. Sizin də satmaq istədiyiniz avtomobil varsa, Göyçay maşın bazarına gətirib sata bilərsiniz. Həmçinin istədiyiniz maşına sahib ola bilərsiniz. Deməli, Göyçay maşın bazarı demiş. Buradan Seymur əmmimizə də atəşli salamlar. Qara əmmimiz də ürəyimizdir da. Deməli, il 2005. 1.3 turbo dizel. Mexanika, motor, karobka, xadavo sistemi əla, pes kondisioner işlək. Motoru yenicə yığılıb, 10 gün deyil yığıldığı. Başımla cavab deyən motora. Kosmetik işi, qapının üzündə cüzi kosmetik işi var. Yəni, başqa heç bir problemi yoxdur. Bunun da gördüyünüz kimi bir dənə rəngin vurursan, bəs edir, gedir. Satış qiyməti 8000. Real alıcıya endirim olunacaq. Maşın sahibinin nömrəsi 06'da deyəcəm. İkisini birdən çəkirəm ki, yəni göstərim sizə, baxın. Salon səliqəli. Və bu da maşınımızın yük yeri. Qaldıracağım buranı, bax. Sürükdən, pasdan
söhbət belə gedə bilməz. Qəşəng nömrə üstündə. Və gəldik, bax burada yan güzgülərin tənzimlənməsi, şüşələrin avtomatik qalxıb enməsi, mexanik sürətlər qutusu və görək burada kilometrajı 400.409 kilometr orijinal yürüş. Yəni bəziləri kimi biz bunu arxaya çəkib də sata bilərik, amma yox, orijinal yürüşdür. Və maşının mühərrik hissəsində çəkim göstərim. Baxın, bu da maşının mühərrik hissəsi. 1.3 turbo dizel, motor problemsiz, satış qiyməti 8.000. Real alıcıya indirim olunacaq. Opel'i çəkdim, göstərdim. Növbə 06-dadır. İli 85. 011 motor, 5 korobka, difirdə səsi yox. Cüzi, kosmetik şey ehtiyacı var. Satış qiyməti 2800. Maşın, salon, səliqəli. Niye hiç ona göre beraber? Səliqəli. Beğenmeyip. Baxırıq. Onu da çeylemek lazım. Da kimisi Aha, baxın, istəkan yeri yağlanıb. Maşın ümumi yağlanıb. Bez problem bir maşındır. Satış qiyməti 2800. Telefon nömrəsi. Həm bir dəqiqə üzr istəyirəm. Da sen öz adıma götür ki da vermiş. Danışabilen adamla ki sonra mənə sürüş verəbilirsin. Aha. Deməli, telefon nömrəsi 050 716 2039. Düz dedim qaram. Maşın sahibi 85'dir qaqa. Bir axsaqqalla danış. Maşın sahibinin adı Qara əmmimizdir. Qara əmmiyə can qurban. Maşına, hər iki maşına göyçərdə baxmaq mümkündür. Ətraflı məlumat üçün qeyd olunan nömrələrə zəng qeyd olunan nömrəyə zəng vuraraq hər iki maşın haqqında ətraflı geniş məlumat ala bilərsiniz. Dəyərli hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri. 3 dənə 3 qəşəng nömrə üstündə Vaz 2107 markalı avtomobil. Sahibi qardaşımız yanımızdadır. Salam aleyküm qardaş. Bazar olsun. Ya Allah, məlumat ala. İli 2009. İli 2009. Demək olar ki, bes klaslardan Krillonun ucunda Krillonun ucunda rəng var. təzə təkər, salon sərgəli, Aha. kosmetikaya ehtiyacı yox, Aha. sürüb pasını söhbət gedə bilməz. Aha. İnjektordur. Bəli, bəli. Bəli. Difrində səsi falan yoxdur. Heç nə yox. Qiymət. Qiymət 9,5. 9,5 sondur, yoxsa Real olsa aşağı verir. aşağı eləmək olar. Telefon nömrəsi. 050 Aha. 434 42 21. Adın Nicat. Nicat. Maşına harda baxmaq olar? Bərdar oyun. Bərdə hasına salam olsun. Nicat, hansısa maşınla barter maraqlı olar sənə? Yox, yox. Naqbula ehtiyac. Naqd. Nömrə verilir. Nömrə üstündə deyirlər. Nömrə üstündə hədiyyə olunur. Nicat qardaşdan məlumat aldıq. 2009 injektor. Bez detal. Bez kraska. Bir dənə krılon ucundadır. Bəh, 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 bəh. Maşallah Nicat, baxmısan, maşallah olsun, maşallah olsun. Salondakı Nicat qardaş, konkret yəni bəlkə də Nicat qardaş özünə belə baxmır, qalmışdı maşına baxa. Maşına yəni özündən çox baxır, belə deyim. Oy 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 oy. Yoxdur, yepyenidir ki bunun. Vay 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 vay. Qəşəng. Belə 2009 injektor. Maşın sahibi dedi. Bez kraska, bez detal. Bir dənə yəqin bu ustadır da. Burada cüzi bir kosmetik yəni iş gedib. Qalan hər bir yeri belə deyək də 98% bez kraskalar bunun. Burasında iş gedibsə cüzi 98% bez kraskadır. Satış qiymət 9500. Real alıcıya indirim olunacaq. Sizə də maraqlı gələrsə. Maşın sahibinin qeyd elədiyi nömrəyə əlaqə vuraraq, zəng vuraraq maşın haqqında ətraflı və geniş məlumat ala bilərsiniz. Nömrə də üstündə pay olunacaq. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 07 həvəskarları. Sizlər üçün
Bərdə maşın bazarında ağ rəngdə, qəşəng vəziyyətdə Vaz 2507 markalı avtomobilin çəkilişini eləyəcəm, amma qardaşımız yanımızdadır, bir məlumat alacaq. Salam aleyküm qardaş. Bazar olsun. Məlumat alaq zəhmət olmasa. İl neçənci ildir? İl 2005. İnjektorlu karbürator. 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 Motoru, korobkası, xadavoy sistemi. Adavoy sistemi super. Motor yağ yeyir, Böyle yemək. korobka atır, 60. 60 difirdə səsi. Yüngül səsi var. Neçədə 60-da, 80-də, 100-də, 120-də. 60'da mənə yəni yüngül səsi. Yüngül cüzü bir Hə, yəni o çölə xəstəlikdir də, verir, hə, amma xəstəlikdir də. Belə yəni başqa bir səndə olanda vurğu udarı dəyişəni. Qiyməti nə demirsən? Qiymət 4-4'dür. Yəqin ki son qiymətdir, razılaşarsan. Razılaşmaq. Telefon nömrə ödəyəcəksən. 050 Aha. 357 21 83. Adın? Elçin. Elçin, maşına Göyçədə baxmaq mümkündür. Göyçə əhalimə buradan atəşli salamlar. Bir daha qeyd edirəm, Göyçə maşın bazarı sabah fəaliyyət göstərir. Hər həftənin 6-cı günü. Gələ bilərsiniz, satmaq istədiyiniz və almaq istədiyiniz maşını Göyçə maşın bazarında yəni sahib ola bilərsiniz. Bəli. Nömrənin üstündə verirsən, nömrə qalır. Nömrə üstündə qalır. Deməli Elçin qardaşdan məlumat alıb təkrarlayım. İli 2005-dir. Elçin qardaş bu maşını mən tanıyıram. Şəxsən bax bu maşını mən tanıyıram. Maşın Elçin qardaşdan mən tanıyıram. Vuruqsuz, udarsız. Yəni belə bir vuruğu olsun, udarı olsun. Yəni Elçin qardaşda olmayıb. Hardasa bir 3 ildən yuxarıdır, bəlkə də 4 ilə yaxındır. Bu Elçin qardaşlardır bu maşın. Elçin qardaşda olanda ancaq nə qayırıb? Benzinin töküb, motorun, korobkanın yağını dəyişib, maşını idarə edib. 4 təzə təkər altında, difirdə cüzi, yəni bu maşınların xəstəliyidir də. Cüzi bir səsi var. Salon ideal vəziyyətdə burada çörəkli maşındır. Çörəkli maşındır. Oy, yaman tapdım. Baxırıq. Həqiqətən bax, şiddət çatdağı, partdağı, nə bilim, belə cüzi bəsər, yəni kosmetik işlərə ehtiyac ola bilər. O böyük bir problem kəsb eləmir. Çünki Elçin qardaş bu vəziyyətdə idarə eləyirsə, alan şəxs istəsə kosmetik işini gördürə bilər, istəsə belə idarə eləyə bilər. Bunun türkün məzarı tapa bilsəm, aha, qaldır. Tapdıq və sən mühərrik yerinə ilə qaldır. Mən də yük yerinə bir nəzər yetirim. Görək yük yerində vəziyyətimiz nədir? Ehtiyat diski də verilir, yəni üstündə. Ehtiyat diskisi də verilir. Baxın, yük yeri belə vəziyyətdədir. Çürükdən yəni söhbət gedə bilməz. Pasdan söhbət gedə bilməz. İstəkan yerləri çiçək kimidir, yəni. Deyə bilərsiniz o ciyilti nədir? O indi yağlanmalıdır, ona görə yəni elə ciyilti eləyə bilər. O başqa bir problem yoxdur. Motordakı 06 motordur Elçin. 06 motordur. 06 motordur, yağ yemir. Yəni problemsiz maşındır. Bax çəkdim, göstərdim. Elçin qardaş məlumatları qeyd elədi, telefon nömrəsini qeyd elədim. Mən də məlumatları təkrarladım. Nömrə də üstündə qalır. Sizə də bunu 07 maraqlı gələrsə 4400 manat start qiymətlə Bərdə maşın bazarına çıxarılıb. Sabah inşallah Göyçə maşın bazarında olacaq. Bu maşına həm gəlib yaxından baxa bilərsiniz. Elçin qardaşın qeyd elədiyi nömrəyə zəng vuraraq. Həm yaxından baxa bilərsiniz, həm də ki ətraflı məlumat ala bilərsiniz.